Mən Rıza Babalı 1952-ci ildə Amasya rayonunun Qarabağ kəndində anadan olmuşam. 1972-ci ildə əskəriyə getmişəm. Orta məktəb bitirib əskəriyə getmişəm. Əskəriydən gələndən sonra insanın fəaliyyəti onda başlayır. Partiyaya namizəd gəlmişdim. Gəldim, Sakozda da yaxşı çalışdım, elədim partiya keçmək üçün, üzvü olmaq üçün. O vaxtlar rayon komsomol bürosunun üzvüydüm. Orada fəal olduğuma görə gözləyirlər ki, biletimi alan 3-cü katib verirlər komsomola. O da elə oldu ki, məni yıxdı. Ermənilər məni yıxdılar. Deməli, büroda Arutyan Aramayız hələ konferans gedirdi. Zada qurultaya nümayəndə seçildik rayonda. Elə oldu ki, konferansda sədr mən seçildim. Katib də bir Azərbaycanlı qız seçildi. Erməncə ikimiz də yaxşı bilirdik deyim. İcrası yaxşı apardıq, çox gözəl. Arutyan Aramayız yanımdaydı. 2 dəqiqədən bir deyirdi ki, Dığa, səndən bir şey çıxacaq. Dığa, sən qabiliyyətli oğlansan. Oyan ben. Axir oldu ki, 3-4 gün ondan sonra büromuz, üzvlüyə dəyişilmək büromuz başladı. Getdim büroya, Sakozda qərar qəbul olundu, 100%. Heç bir ciddimə gedən olmadı. Getdim rayon bürosuna. Rayon bürosunda elə sualları başlayırlar, sual verməyə bana. Aramayız əlini qaldırdı ki, bir-iki fakt var, onları deyim, bəlkə heç sual vermək lazım olmadı. Sən demə, Aramayız evimi yıxırmış. Qalxdı, demələ, babam qulaq olanda, babama gəlir deyirlər ki, kolxoz ol ilə, malın qoynunu ver, kolxozca sovxoz ol. O da deyir, ham tutaq ki oldum, mən neynəyəcəm? Deyirlər, neynəyəcəm, firmada işləyib maaşını alacağım. Deyir, evimə bir qonaq gəlsə, bir quzu kəsməyə haqqım var mı? Deyir, yox. Deyir, onu dəliyəm, mən malımı qoyunu sizə verəm. Aparırlar Lernakana. Lernakanda da o vaxt kim aparırlar Lernakana? Eşitdiyimə görə qaynar buxara, çimirdi, hamama salırlarmış. Qaynar buxarla öldürür. El orada da basırlarmış, adını da qoyurlarmış, Sibirə göndərdik. Sibirdən, onda hamı Sibirə gedibsə, niyə Sibirdə bir dənə Azərbaycan şəhəri yoxdur? Yoxdur ki. Quyulurdular, ermənilər də quyulurdu. Bu qardaşlar da 7 qardaş oldular, babam gibi. Bunlar Türkiyə keçəndə sərhəddə 4 qardaş gedir sərhəddən keçməyə. Deməli, zastava xəbər olur, bir zastavla atışırlar. Atışırlar, onların Arutyan Aramayız'ın dediğine göre bir zastavı bütün kırırlar. 2 kardeş, 4 kardeş. İkisi orada ölür, ikisi kesir Türkiye. İndiyana kadar da haber eter olmuyor, hele indiyana kadar. Elə meyitlərini de vermeyipler onların. Beni partiyadan da çıxarttılar. Deməli, koymadılar düzəlməyə. Ondan sonra tam mecbur kaldım, geldim Bakıya. Bakıda geldim. Keçdən maşın qarma zavodunda, Kirov adına maşın qarma zavodunda tokar işlədim. Tokarlıqdan sonra hem gündüz işləyirdim, akşam 88 nömrəli Texnik Peşə Məktəbdə Radio və Texnika fakültəsini bitirdim. Deməli, tarixi aklımda deyil. Həmin bitirən ili də Ümidvak Qiyabi Yenisənəyə Enstitüsünün Bakı filialına qəbul oldum. Hansı ki, mərkəz Moskvadaydı. Enstitüsün. Filialı oxuduq. Filial yeni sənəyə olduğuna görə ixtisasıma uyğun işləyə bilməzdim. Çünki Bakıda o vaxtlar ağır sənəyələrin yataqxanaları var idi. Ağır sənəyə yataqxanalarına propiska olunurdu, cəmaat işləyirdi. Propiskası olmayanı da işə qoymazdılar tarix boyu. Mən məcburiyyət qarşısında qaldım, geri Ermənistana getməli oldum. Ağbabıya.
Getdim Ağbabaya, ne olacaq bir 5-6 ay ermənilərin xəbəri olmadı ki, mən institutda oxuyuram. Onda da 3-cü kursdaydım. 4-cü kursdaydım. 4-cü kursda getdim Cada Ağbabaya. Getdim Ağbabada da 2 dənə su zavodumuz var idi. Bir rayonun mərkəzində, bir Şurabat su zavodu. Deməli, ikisində hələ heç kəs texnikuma belə qəbul olmamışdılar. O texnikum təhsili yox idi oranın. Mexanizasiya qutarıb gəlib işləyirdilər. Tabi eşitdilər ki, mən texnologiya fakültəsindəyəm. Məni həmin günü atdılar işdən. Dedilər, gedib plaqaları yuvaracam. Başıma gülmək üçün də. Malakabozlara girib malakabozları yuvaracam. Nə çeşidirdilər ki, qoyam qaçam. Axir elə oldu, mən də işləmədim. Zat nazir də hələ, süd nazirini də təhqir eləmişəm orada. Rəhkomun yanında, Cahangir Əliyevin yanında təhqir elədim. Cahangir Əliyev də deyir ki, axşama səni saldıracam içəri. Gəldim oradan çıxıb gəldim evə. 2 aylıq uşaq qucağımızda. Yeni evlənmişdim. 2 aylıq uşaqla, bir çəmədanla çıxdım Qazaxıstan ünvanına. Bir zulümlə getdim Qazaxıstana çatdım. Qazaxıstanda sənətim məni həmişə mühafizə edirdi. Radyo, televizor pullu sənət idi. Bir il işlədim, radyo, televizorda işlədim. 2 il hətta. 80-dən 82-ci ilə qədər işlədim. 82-də deməli, mənə məktub atı evdən dedilər ki, institutdan xaric gəlib sənətlərin. Xaric ediblər, getmədiyimə görə. Yoldaşımı qovub gedə bilmədim, bucağı uşaqlı, qürbət ildə qovub gedə bilmədim institutda. İnstitutdan xaric elədilər. İnstitutda vastanavit olmaq üçün yenidən girmək üçün institutda gəldim Cada süd zavoduna, oranın azadlıq, deməli Tülkübas rayonunun azadlıq maslar zavodu var idi. O zavoda silesarcıydım. 12 gün idi silesar işləyirdim orada. Deməli, katelini elə günə salmışdılar ki, katelində bar verən katelindi. O da elə bir bombadır. Patladı, insanlar ölür. Heç bir avtomatika, heç nə işləmir. Katelini çox pis yaman günə salırlar. Elə oldu ki, direktora dedim ki, səni tutacaqlar. Dedi, niyə? Direktor da qadın idi. Kalina Yakovlevna. Dedi, niyə? Dedim, bu katelini partlayacaq, sizi tutacaqlar. Dedi, bilirəm. Dedim, bilirsən, ben niyə düzəltdirmişsən bu? Burada insanlar ölər, partlayar, bir şey olar. Dedi, kim düzəlsin? Dedim, icazə ver, mən düzəldim. Dedi, düzəlt, bacarsan düzəlt. Dedim, mən bunları bütün, nə ki, köhnə elektronik şeyləri var, kəsib atacağım. Öz bildiyim kimi düzəldəcəm. Dedi, kəs at, onsuz da dağılıblar. Kəsdim, düzəltdim, 4 dənə püskatelinə mən onu vastanavit elədim. Avtomatiki. Kalina Yakovlevna axşam gəldi, katelini yoxlamağa. Dedim, qəbul elə, bitirdim. Nə tez? Dedim, bitirdim da. Hər neysə, yoxladı ki, hər şey normaldır, siqnalizasiya zat bütün işləyir. Məni süzdü, heç spasiba demədi. Süzdü, getdi. Getdi, mən də axşam tərəfi işdən çıxırdım. Dedim, nədir? Kör peşman evə gedirdim. Bir də baxdım, pencəriyi döydü ki, sabah qalstok bağla, üzünü qırx qalstok bağla. Dedim, niyə? Dedi, lazımsan. Sabah gəldim, içəri girəndə yenə dedi, get, bütün minutkiyə yığ cəmaatı. Gəldim, bütün minutkiyə yığdım. Deməli, gəldi ki, deməsəm, dünən mən 35 ildir direktor işləyirəm. Gözüm hələ mexanik görməmişdi. Dünən gördü mənim gözüm, mexaniki. O dəqiqədə mexaniki, zavodun keçmiş mexanikini işdən çıxartdım. Aliyevi verdim. Xahiş deyirəm, onun əmrlərini yerinə yetirin.
Ona dedi ki, istəyirsən Silesar işlə, istəyirsən Raşot al get, o da Raşot aldı getdi. Elə oldu ki, 4 ayda mexanik işlədim. Zavod çox köhnə zavod idi. Biraz insana ki, dəyər verirlər, insan qanatdan uçur. Başladım zavodu təzələməyə, qışa hazırlamağa. Bütün zavodu döyüş, dava, kombinata gedirdim, qorxurlar ki, Durbazada aparam, satam. Hamısını, hər neysə elədim ki, bütün zavod qışa hazır. Bir dənə də sex düzəltdim, o yan. Mən də mühəndis işləməmişdim. Hələ təzə qurtarmamışam ki, mühəndis işləməmişdim, bilmədim. Tutdum özümə 800 manat pul yazdım oradan. İstədiyim şeyləri adıma yazdım. Ne olacaq? Qazaq oradan Narodun kontrola zəng eləyir ki, demək sən mühəndis özünə pul yazır. Gəldilər, yoxladılar, az qaldılar, Narodun kontrola az qaldı, məni tutdurar. Simkətdən də, kombinatdan da gəldilər. Kombinatdan gəldilər, ne olub deyə belə-belə. Öyle oradan buğalter gelmişti, baş buğalter. Geldi buğalteri çağırdı. Dedi sen niye buna demedin ki bu cavan oğlan da işlemeyip, praktikası yoktu da. Niye demedin ki mühendis sözüne pul yazabilmez da. Başa sala bilmirdim işten Narodu Kandura zencilerdim. Dedi ne bileyim pul yazmış da ben de zencilerdim. Ben. Dedi git naryatı sür. Naryatı yaz arvadığın adını. Ben. Ailemin adına. Buna da dedi, mühendise de 300 manat da premiye yazsın. Öyle oldu ki 300 manat da premiye aldım orada. Premiye aldım, her neyse bu da gitti. Gitti, bir ay kesmişti, beni çağırdılar kombinata. Mektup geldi ki, kombinatta Glavni injiner otobüske gedir, onu əvəz eləməyə. Gittim, ev verirsin yok. Ben getirim cavan uşaq, kucağımızda körpə uşaq. Orada çok huligan yedi o Çimkənd o vaxtlar. Qazaqlar içən, piyanska. Heç risk eləmədim da ailəm aparım, ailə hər şeydən ötə. Getmədim. Orta təhsilli Glavni injinerin yerine getmədim. Orta təhsilli. Ali təhsil hələ almamışam. Elə oldu ki, almadım, işledim zavodda. Zavodda bir 3 ayda işlenmiştim ve direktör işten çıkarttılar. Beni direktör verdiler. Bir ay yarımda orada direktör işledim. Yine təsdiq olunmadı. Geldiler bir de baktım gel töküldüler ki Abkomu təsdiq eləmədi ki komünist değil. Belki bir şehir zəhərlədi. Kim bilir. Elə o gündən attım. Attım işlemedim. Sovet hükümetine işlemedim. Her neyse ne olacak? Geldim Gürcistan'a. Gürcistan'a geldim. Gürcistan'da radyo mekanik geldim bir neçə il. 88'de bu milli hadiseler olanda ben de milli harekata koşuldum. Gürcistan'da milli harekata koşuldum. Çok Ermenistan'da olan hadiseleri çattırırdık. Mesela merkeze. Onda Amasya'dan, Ermenistan'dan Moskva'ya haber gitmedi. Biz verirdik. Gürcistan'dan biz verirdik. Ben her gün Amasya'da olan hadiseleri taklat edildim oraya. KKB'ye. Oradan verirdiler zaten Moskva'ya. Öyle oldu ki ta 88'de de geldim buraya. Geldim buraya Allah lanet eylesin Ermenilere. Ermeniler beni koymadılar düzelmeye. Ben ha düzelmek istedim, kestiler. Zaten tutağımı, kolumu kısmı kırdılar. Koymadılar düzelmeye beni. Öyle de geldik bu vakti sattık. Şimdi sağlığınıza yine çirkimedim. Yine çirkimemişim. İhtisasımı güzel bilirəm. Bir neçə. Elə sənət yoxdur ki, bizim əlimizdən gəlmir. Da özünüz bilirsiniz, biz ata uşaqlarının hamısı sənətkarıydıq. Məsələn, Mirzə qardaşım o şey yok idi. Bax, Amasya rayonunda ilk rəssamlıq akademiyasında okuyan mənim Mirzə qardaşım oldu. 2 il Moskva Dövlət Akademiyasında 2 il rəssamlıq fakültəsində qiyabı okudu. Onu hiç bilmirsiniz siz. Sonra
Zaten benim özüm, mesela radyomekanikaydı, Ağbaba'da hiç kes yok idi o vakit ben okuyanda. Süt teknolojisiydi, yine hiç kes yok idi. Hamı müəllimliyə gidirdi. Süt teknologu ilk dəfə yine ben olmuşam orada, Amasya'da. Amasya'da çok zulüm verdiler bana süt zavodunda. Süt zavodunda hat çalışırdılar ki benim adımı ləkələyərlər. Elə də imkan vermediler de kişiler işlemeye koymadılar. Geldim ta instituta vastanart olmak için Gürcistan'da yine Sokoz'un laboratuvara girdim ki vastanart olam. Zaten Ermenistan'a gidebilmedim. Gönderiş lazımydı. Gittim Tiflis'e bana dediler ki bir sağa verebilmeliyiz. Niye? Çok da burada praktikası var. Sen sabah zapta institutu kurtardın, Bakıya çəkə gideceğim. Vermedi. Gönderiş. Oradan evezen danıştım ki ben gedirəm zada Bakıya. Geldim Bakıya, onda hökumət evindeydi. Təhsil Nazirliyi. Bunlar da vermedi. Bunlar da dedi sen propiskada diyorsun. Hep ben kimim? Hal ya. Vermediler. Azerbaycan da o vakit bize bakmadı. Tarih boyu bakmadı. Yine de yetim kimi kalmıştı ortalıkta. Çalışırsan. Geldi sağlığına ne olacak? Şimdi de başımı katıram. İhtiralarım var. 4 tane ihtiram var. Bu axırıncı ihtiram da böyük artıqla dünya miqyaslıdır. İndi yazılarım var. Haksızlığa dözmürəm. Her şeyden yazarım. Mesela kendimizi bilirsen niye sevirdim? Karnı Boran'ı sevmedim. Ben Ağbaba'nın Karnı Boran'ı hiç sevmedim. Ben oranın xalqını sevdim. Elə melek xalqı var idi ki. Bak benim atam tədarüşçüydü. Rayonda tədarüşçü işləyirdi. O sumka dolu pulla piyada o dağların dalından çok vaxt maşın olmurdu. Piyada gelirdi. Bir gün onun qabağı kəsilib pulu elinden alınmadı. Buralar ola öldürərdiler. Koymazlar. Bir gün bir gün. Pastayanın sumkası pulla dolu düşerdi. Tedarik eləməyə, yun, dəri, başa düşürsən. Hələ Osman var, Göllülü Osman. Burada bir gün zada gedirəm, Atatürk prospektiyle gittim, döndüm Samsun'un yanından, gelende gördüm Osman dayı yolun qırağında. Əylədim, biz de birbirimizi görəndə keçmirik. Mecbur saxlayırsan, işinirsən. Osman dayıyla öpüştük, uzaklaştık. Avtobus şoförü Osman, tanıyarsınız. Deməli, Osman beni gördü, ağladı. Dedim, Osman dayı niye ağlayırsan? Maşallah, başı kimi yerdəsən, özdə gör, zənginlərin məhləsində, evin, eşiyin, gençlikdə. Sen ağlayanda, be biz nə ağlayaq? Dedi, Ayşə, oğul bala, vaxtın var mı? Otur, saat danışım, niye ağlayıram? De, oturdum. Oturduk orada iki ağacın arasına iskamya vurdular. Oturduk. Dedi oğul bala dedi. Bir gün dedi tezden dedi saat 10-11 olardı çıkıp güneşlenirdi dedi kapta. Bir de baktım olsun şükür. Gözünü ukalya geldi değil. Zada. Dedi bize. Osman diye dedim nedir? Osman benzinin var mı? Diye dedim var. Gidecek gel yiyip içmeye. Dedim canım benim cebimde bir mahpur var. He dedi 2 manat da mende var. He dedi 2 manatdan 3 manatdan ne derdi? Hardan yiyecek? He dedi Allah kerim dedi ki el çekmedi. Ona da deli şükür diyediler de olsaydı deli şükür diyediler. Diyor oturduktan sürdürdüm avtobusu. Elə göllüyü çıkmıştık değil, Təpəkəndin köprüsü görsənir değil, bir de baktım maşın içinde hoppanıp düşür. Dedim sana Allah getirecek da. Nedir? David Odra köprüdedir. Görüp ki atam köprüde dayanır. David köprüdedir. Geldik direyleri salam görüşmesen. Mayt abi tarihe bile dedi kuzu kendine gidirem.
Ha biz seni köyde geldiysen yerden bize düşürsen. Dinledi. İçme isteği pulumuz yok. Dedim, size kurban. Gidin. Geldik der balıklıya. Bu çok menalı söz var ha bunun hakkında. Der geldik balıklıya ne olacak? Balkın dükkanda der Eresker'le biraz zarafatlaştı o yan bir yan. Davut içeri kaldı der. Birini dedi apararsınız kuzu kestirsiniz da yaylıya. Orada yersiniz, içersiniz da kuzuyla. Burada da birini der açtı der. 4 adam içtik. Ne olacak? Oturduk maşına. Gittik der. Gülüce'den der, biz döndük Gülüce taraf. Davut der, düştü şu kuzu şenle getirem, Yerevan'dan gelmişse gelip Yun'a bakacaklar. Bizi gözlüyorlar, getirem oraya. Hadi Davut'la vidalaştık, gittik Gülüce'nin dükkanına girdik. Hayır, görçüm gelip, falan kes gelip der, yine töküldüler der. 200 saat orada yedi içti mi der. Yine der, aradan bir arak çıkarttık der. Zaten maçına koptuk altımıza. Geldi oradan kezdi der elleşindi. Elleşindi cennet der. Kazım malım diye töküldü. Oya görçüm gelip şu çırba gelip oyan bir an. Allah rahmet dilesin Kazım'a da. Bizim geçmiş valla. O insanlar ele düşen insanlar değildi. Adamın gözüm yaşarır bak. Görçümler geldi diye töküldüler diye. Gelen bir arak değil. Akşam saat 5'e kadar da orada içtiyim diye. 5-6 olar değil artık bakırıq da hava sertleşir. Oradan çıktık diye. Gittik yaylaya. Bir çarak da değil oradan koyduk. Maşına. 4-5 arağımız vardı. Giderik yaylaya. Yaylada kuzuyu kesildik diye. Saat gece 13'e kadar da kuzuyu yedik diye. Geldi yemek sattık değil. Ölüşüm yanında yatmışam değil. Tezden kalkmışam der 11-12 olar der gözümü kalaya der eşya çıktım oturmuşam. Bir baktım der şükür yine gelir. Deli indi ne istiyorsan. Ne kadar yedi işte ya. Dedim ben görürsem. Çıkardık der şimatçıyında kalır. Dedim oğlum ben de bir şimatçıyında kalır. Bak hayırza dedi o halk için ağlıyla. O halk için. Şimdi kim kalır? Şimdi deyirlər gedək də Ağbabıya. Kimlə gedim? Mən səninlə getmərəm. Atan olan gedərəm. Mən səninlə hara gedim? Kimlə gedirsən? Getməyə yoxdur. Ağbabalar tükəndi, qurban olun. Məsələn, Ağbabada gözəl, Allah rəhmət eləsin. İsmail kimi can getdi. Nizami kimi oğul getdi. Gənc öldülər, nə ömür sürdülər. Kurşun öldü, ne bileyim Cavad öldü. Allah veren canlara değen oğlan öldü. Ne dersen de kim kaldı? Kimle gidelim? Bizi oraları sevdiren onlarıydı. Onlarsız ben ne ceziydim? Mirza kardeşim kulüpte işliyordu da. Görürdün Yerevan'dan bir de bakın tiyatroza geldi. Gece kuzu muzu tökezirler, cemaat, pul. O artistleri yedir, her defa o artistler yedirler, sizler yola salarlar, düzdü mü? Yalan değil ki, hanımızda oradayım. Mesela zurna çalmak. İndiki zurna çalan Mirza, zurna çalanda indikiler harada. Onlar zurna bilmediler nedir. Kulüp müdür işledi, ta dülger işledi, demirçi işledi, Sokoz'un neyi var düzeltti. Gedirdi işte da kerentiye. Cemaat deli olur için bize ayaklanıp içecek. Bize arkaya düştü. Hem giyen içeniydi hem bu Erol'u gelmişiz da ben 2003'te Türkiye'den geldim. Geldim bize Komsomolsk'ta ev düzeldir. Bolu'yu 3 mertebeli binanı. Tam Mirzi'ye geldim dedim kardeşime çömeğliyim kurtarsan da işi. Geldi şimdi sabah pazar gündü. Bunda taktası kurtarım. Dedi sabah dincele. Bu dedi dincele sonra belirli. Yok. Gel işim var. Ne işin var? Koy dincele. Takta yok bir şey yok. Gel sen. Korkusundan demir ki yiyip içmek var. Bilir ki ben yiyip içmek için gelen de öyle. O kadar mı? Hamı ben tanıyor ki ben yiyip içmeye adı kendi çok evlerde haseve gelirdim. Televizyon düzeldirdim. Hem pulumu verirdiler hem
Kızartma. Ay yemirəm, ay toxam, vallahi toxam. Serona, toyuq, qaz, et kızardardılar. Baxırdın, çalışırlar ki, hörmət edirlər. Hem pulumuzu alırdık, hem kadar hamı hürmet edirdi. Bax, elə xalq idi, Ağbaba elə xalq idi. Mən Ağbabada Cuharı bunların nazirlərinə dəyişmərəm. Cuharı. Tanıyırsan Cuharı? Cuhar bunlardan qiymətli idi, dəyərli idi. Mirzə, kardeş, ne desen da o təşkil eləyəcəkdi, yeyib içmək, hürmet eləmək ona buna. Onu zaten geldim ki sabah şimdi geldim biri zaten o istedikleri yere. Geldim bir tane halla vardı, bunun yanında Veli var. Bunun yanında zaten köməkçidir, pamoşnikdir. Bir de baktım kuzuyu kesip asıplar. Kebap güzel. Ma dedi get dedi o eline ete vuran diyor. Biz de bilirsin ben elimi kokuyor diye ete vuran diyor. Dedi bu ocağı sen ocağı yandır, sen de kebabı düzelt. Gitti özü de ne olacak sufyasını her şeyi aldı. Pazardan zaten geldi arağını salını. Geldi oturmuştuk. Ev sahibinin oğlu geldi. Dedi gidi babana denin gelsin. Yine Mirza da çağırır. Gitti babası gelmedi. Ki yatır. He dedi ki dur. Ona denen gelsin Mirza emin çağırır denen. İkinci defa uşaq gidəndə bir də baxıb gəldi Xəlil. Xəlil gözünü oya gəlir belə təmizləyə. Bir də dedim Mirzə dedi. Vallahi gəlməyəcəkdim ki uşaq kebab qoxudu. Ona səbəb gəldi. Bildim burada bir şey ne var. Oturdular ne olacak oturdular içmeye. Mirzə arağı töktü. Elini aldı ki bir sağlıklıyım deyəndə dedi yok. Şimdi koy ben sağlık diyeceğim. Stekanı yere koy. Tam Mirzə yere koydu stekanı. Aldı Xəlil stekanı. Dedi Mirzə 35 yaşında Valadarskının direktör işlədim. Məndə pul möşəklə oldu, möşəklə. Ama yeyib içə bilmədim. Ay bu yeyib içməyə hələ təzə səndən öyrənirəm dedim. Bu belə deyəndə məni aldı. Qalxdım getdim Mirzəyi qələmə almışam. Yazıram ki bulaqlar əlindən gəlmişdi zara. Düşman kəsilmişdin sən quzulara. Hörmətə xəslədin, baxmadın vara. Qazandın nə qədər dost rəsidar. Heyf qocalırsan ay Mirzə qardaş. Bəylər ağalarla oturup durdun. Onlardan da artıq süfrələr qurdum. Bunun şahidi de Ağbaba yurdum. Kimseye əymədin bu həyatda baş. Heyf qocalırsan ay Mirzə qardaş. Görmədim qurtara bir sənin işin. Ne eksik olmadı araqla şişin. Hem elin işlədi, hem de dişin. Tək yeyə bilmədin, axtardın yoldaş. Heyf qocalırsan ay Mirzə qardaş. Tapılmaz səni tək bir zəhmət sevər. Əllərin qabardı, alnın da tər. Ağadan ağasan, nökərdən nökər. Əlində hey gördüm, ağac, dəmir, daş. Heyf qocalırsan ay Mirzə qardaş. Şiirin bir qüvvəti yoxdur. Necə olmaz? Tar ilə balabon, qarmon qalmadı. O qabar barmaqlar sazımı çalmadı. Zurnan toylarımı yola salmadı. Rəssam olmağa da sərf eylədin baş. Heyf qocalırsan ay Mirzə qardaş. Bu həyatda olduğun örnek bir ata. Rıza cürət etmir özünü qata. Bəlkə oğlun etsin tək sana çata. Çünkü yedirmedin ona haramaz. Heyf qocalırsan ay Mirzə qardaş. Heyf qocalırsan ay Mirzə qardaş. Birini de Azerbaycan'dan diyeyim mi?